Salam. Bu dəfə sizə Herakldan danışacağım. Herakl mənim üçün mifik personaj deyil, önəmli bir personajdır. Və bu videolar silsiləsini yekunlaşdırmağa yaxınlaşarkən mən düşündüm ki, elə arzum var idi ki, Herakl haqqında gözəl bir video çəkim, amma izləyicilər bu arzunu ürəyində saxladı, sağ olsunlar, bu arzunun çiçəklənməsini və gözəl videonun ortaya çıxmasının qarşısını aldılar. Buna görə onlara təşəkkür edirəm. Yəni, düşünürdüm ki, gözəl bir video alınar. Yəni, plan var idi, ideya var idi. Amma gördüyünüz kimi izləyicilər nə maddi olaraq kömək eləyirlər, nə şərh yazırlar, nə like qoyurlar, nə abunə olurlar kanala. Nə biri də deməyib ki, məsələn, sənə mikrofonla kömək eləyim, ya nə bilim, sənin qısa videolar yaratmağına kömək eləyim, shorts video. Videolarını başqa sosial şəbəkəyə yükləməyə köməklik eləyim. Biri də bunu açıqlamadı, biri də bunu demədi, heç demədi. Bəlkə videoya, yəni, kameraya ehtiyacın ola bilər, sənə təşkil eləyə bilərik. Biri də bunu demədi. Ona görə də son videodan əvvəl kanal bağlanılır deyə, məhv olmağa doğru gedir deyə, son videodan əvvəl Herakl haqqında danışmaq istəyirəm. Herakl mənə görə mifik personaj deyil, real bir insan idi, qəhrəman idi, əsil kişi idi. Əsil kişi olaraq mən Heraklı görürüm. Bəziləri öz atalarını görür, bəziləri nə bilim kim, başqa adamları görür. Mən isə əsil kişi olaraq məhz Heraklı görürüm. Herakl mənə görə əsil kişidir. Siz nə fikirləşirsinizsə mənim vecimə də deyil, önəmsəmirəm də, öz gicgicə fikirləriniz qalsın sizin özünüzə. Bunu vurun öz başınıza. İndi isə gəlin başlayaq danışmağa. Mikena şəhərində Elektrion adlı bir kral yaşayırdı. Pterilay adlı kralın oğulları ondan böyük bir şey uğurladılar. Yəni, qoyundu, mal-qaradı, bunu uğurladılar. Sonra onlar Elektrionun oğullarını öldürdülər. Yəni, o qoyunları aparmaq istəyəndə Elektrionun oğullarını öldürdülər. Onda kral Elektrion qərara gəldi ki, öz Alkmena, öz qızını ona, o mal-qaranı qaytaranlara ərə verəcək. Onda Amfitrion Elektrionun şeyini, yəni görürsünüz adlar çətin oxunulur deyə belə oxuyuram da, mal-qarasını qaytardı və onun qızı Alkmena ilə ailə həyatı qurdu. Və elə oldu ki, mübahisə nəticəsində bu qız Alkmena keçdi, Amfitriona keçdi. Amfitrion da Elektrionu öldürmək məcburiyyətində qaldı. Alkmena ona görə öz cavan həyat yoldaşı ilə bir yerdə qaçmağa məcbur oldu. Və onlar Pterilayın oğullarına, yəni görürsünüz də bir münaqişə nəticəsində yaranır bu. Qisas almaq üçün söz verdi ki, yəni Amfitrion söz verdi ki, Alkmenaya sənin, nə bilim, nəsə də bu şeydir. Boş-boşuna bir şeydir. Yəni Amfitriondu, Elektriondu, neydi onun adı, Pterilaydı. Bunlar hər birimizin kök, nəsil
dən gələn bax belə gic-gic şeylər var. Bunlar bizi ötürülür. Bax bu hekayə də elə. O onun mal-qarasını götürdü. Bu bundan qisas aldı. Bu dedi ki, bunu eləsəm belə eləyəcəm. Qohumluq əlaqələrdir, filan filan gic-gic şeylərdir. Bax bunlar nəsil karması deyilən bir şey yaradır. Elə olur ki, Amfitrion işdalıcı gedir. Burada da Zevs də təbii ki, şəhvətini qoruya bilməyən hər bir toplumdakı bir kişi kimi deyir ki, nə olsun ki, mənim həyat yoldaşım var və sevgilim var. Xəyanət etmək, yeni qadın əldə etmək gözəl bir şeydir. Ona görə mən bunu eləməliyim. Zevs də Alkmenanın yanına gəlir, deyir ki, mən səni xoşlayıram, sevirəm. Amma Zevs aldadır təbii ki. Amfitrion kimi gəlir onun yanına və iki uşaq əmələ gəlir. Zevsdən və Amfitriondan iki uşaq əmələ gəlir. İkisi də şeydir. Nə deyirlər buna? Əkizlərdir. Həmin gün ki, bu uşaq doğulmalıydı. Zevs və digər tanrılar bir yerdə Olimpdə yığışdı və bir-birlərinə sual verməyə başladılar. Zevs sevinirdi ki, yeni oğlu dünyaya gələcək və tanrılara dedi, qulaq asın tanrılar və tanrıçalar. Mənim ürəyim sizə bunu demək istəyir. Bugün böyük bir qəhrəman dünyaya gələcək. O, hər bir qohumları üzərində hökmranlığa sahib olacaq. Yəni ki, Perseydən gələn, yəni tanrısal silsilədə aydınlanmışların içində gələn ən böyük qəhrəmana çevriləcək. Yəni ki, böyük qələbəyə imza atacaq da. Yəni ki, aydınlanmışların silsiləsində onların arasında daxil olacaq. Amma Zevsin arvadı Gera adında tanrıça qəzəbləndi ki, Zevs onu yox, Alkmenanı, yəni ölümlü bir qadını götürdü, yəni onu yoldaş kimi gördü. Ona görə də Gera Zevsə dedi, sən düz danışmırsan, sən heç vaxt öz sözünü yerinə yetirməyəcəksən. Burada da qadının hiləgərliyi, manipulatorluğu, acizliyi, qəzəbli olması, xaosu təmsil etməsi ortaya çıxır. Deyir ki, yəni sən öz sözünü yerinə yetirməyəcəksən. Ki, indi yalan işlədəcək, amma Zevsi haqlı çıxartmaq üçün, yəni deyir ki, sən öz sözünü yerinə yetirməyəcəksən, sən yalan danışırsan. Yəni burada diqqətlə qulaq asın. Mənə söz ver ki, və hamının yanında söz ver ki, bugün birinci doğulan uşaq, axı əkiz uşaqlardır, birinci doğulan uşaq bütün qohumlar üzərində hökmranlıq eləyəcək. Zevsin zəkasını Ata adında, ata, bizdə ata atadır, onlarda yalan tanrısı, tanrıçası ata, görürsünüz? Bizdə ata atadır, onlarda yalan tanrıçası atadır. Yəni ata da yalanı təmsil edir, düzdür? Ata adlı yalan tanrıçası Zevsin adını, ağlını aldı əlindən və o Gera'nın hiləgərlik etdiyinin fərqinə varmadı, başa düşdünüz? Ata adlı yalan tanrıçası Zevsə icazə vermədi ki, o Gera'ya şübhələnsin də, Gera'dan şübhələnsin, onu aldatdı və Gera'da Arqas şəhərinə getdi. Yəni o söz verib, baxı, Zevs söz verib. Gera'da tez bazar faytonla bir yerdə Arqas şəhərinə getdi. Yəni göylərdən düşdü aşağı. Orada Sfenila adlı bir qadının xəstə bir uşaq dünyaya gətirməsini köməklik elədi də, yəni köməklik elədi. O da Perseydən gəlirdi də. Perseyin nəslindən, bilirsiniz ki, Persey ilk qəhrəmanlardan biri idi. İlk aydınlanmışlardan, özünü dərk etmişlərdən biri idi. Və Evrisfey adında bir uşaq dünyaya gəldi. Xəstə, egoist, başdan xarab, aciz. Onda Gera tez bazar Olimpə gəldi, Olimpə qayıtdı və Zevsə qayıtdı dedi.
Qulaq as, indi Arqız şəhərində Perseyin nəslindən Sfenilanın oğlu Evrisfey dünyaya gəldi. O birinci doğuldu. Ona görə sən onu təyin eləməlisən ki, o hökmranlıq eləsin. Zevs kədərləndi. İndi başa düşdü ki, Gera necə yalan danışdı. Qəzəbləndi. Ata adlı həmin bu tanrıçaya qəzəbləndi ki, sən it qızı it məni aldatmısan, mənim zəkamı yemisən. Yəni ki, sizin hər biriniz ata demək olar ki, bu iblisin sinonimidir. Siz hər biriniz Zevsiz əslində. Və bu iblis sizin ağlınızı yeyir, alır da. Siz hər biriniz tanrısal bir gücə sahib olan varlıqlarsınız. Tanrısalsınız da, belə deyək. Qəzəbində onun saçlarından tutdu və atdı aşağı. Və bu gündən Ata adlı yalan tanrıçası insanlar arasında yaşamağa başladı. Başa düşdünüz? Yəni o tanrılarla bir yerdə yaşayırdı, amma Zevsi aldatdı deyə yalan tanrıçası. Zevs onu saçından belə tutdu, sürüdü, Olimp dağından tulladı aşağı, dedi ki, bundan sonra sən insanlar arasında yaşayacaqsan. Yəni qudurma. Qudurduğun düşdün aşağı. Buralara qalxmayacaqsan. O Olimp şuur zirvəsidir. Olimp dağ deyil, oradakı dağ deyil. Ora qalxıblar insanlar, orada tanrılar, tanrıçalar yaşamır. Olimp sizin şuurunuzun zirvəsidir. Bunu siz anlamalısınız. Zevs Gera ilə müqavilə imzaladı. Ki onun oğlu, yəni bütün ömrünün axırına qədər Evrisfeyin şeyi altında qalmayacaq da, yəni ki ayağı altında qalmayacaq. Və 12 qəhrəmanlıq edəndən sonra Evrisfey onu azad etməli olacaq və Zevsin oğlu əbədi həyat qazanacaq. Nə deməkdir bu? Başa düşürsünüz? Bu mistika, bu qeyri-adi bir real həyat hekayəsi nə haqdadır? Bu sizin haqqınızdadır. Zevs bilirdi ki, onun oğlunu çoxlu sayda problemlər gözləyir. Ona görə Afina Palladaya dedi ki, sən mənim oğluma köməklik eləyərsən. Yəni, nə deməkdir bu? Sizin qismətiniz, taleyiniz əvvəlcədən yazılıb. Başa düşdünüz? Bax, bu şuursal yüksək zirvələrdə mənim üstün mənlik dediyimdə bütün səbəb-nəticə əlaqələri, tanrısal varlıqlar, nələr, zehnin içində olan bütün potensiallar bir yerdə birləşərək sizin qismətinizi, taleyinizi, nə yaşayacağınızı hesablayaraq sizin üçün yeni reallığınızın möhtəşəm şəkildə yaşanılması və bu reallığın sizin təkamülünüzə kömək etməsi üçün beləcə yaradılır. Orada yazılır. Başa düşürsünüz? Və Allah bilir ki, siz əzab çəkəcəksiniz. Allah bilir ki, siz əziyyət çəkəcəksiniz. Ona görə Afina Palladaya dedi ki, mənim oğluma köməklik eləyərsən. Başa düşdünüz? Yəni Allah görünür ki, güya sizi saxladı. Zevs Allahdır, Herakl da peyğəmbərdir. Onun oğludur. Sadəcə bu qədim dildə belə səslənir. Amma bu həqiqətən də belədir. Alkmenanın 2 oğlu dünyaya gəldi. Birinin adı Alkid oldu. Alkid. Bu Herakl'ın adıdır. Alkid. İkincisi de Amfitrion'un oğludur. Zevs'in oğlu Alkid'di. Amfitrion'un oğlu ise Iphikle'dı. Yani bilirsiniz de Zevs geldi Alkmena ile cinsi əlaqədə oldu. Sonra Amfitrion da geldi cinsi əlaqədə oldu. Yani bu cinsi əlaqə şeydən söhbət getmir. Onların bir yerde bədənsəl. Yox, burada əlaqənin yaranmasından söhbət gedir. O yüksək enerji mərhələlərində. O, yəni bizim ağlımızla qavraya bilməyəcəyimiz bir şeydir.
Və Alkid elə Herakldır. Alkid Heraklın adıdır. Böyük qəhrəmana çevriləcəkdir. Pifiya ona sonralar Herakl adını verdi. Gerakl. Ne deməkdir bu? İndi Kitab-ı Dədə Qorqudda görürsünüz, orada da ondan sonra sənə ad verirlər. Birinci ata-ana burada ad verir, Alkid. Ondan sonra ad verirlər. Pifiya da o trans vəziyyətinə düşə bilən, tanrılarla, tanrıçalarla o üstün metafizik aləmlə enerjisel əlaqə qura bilən qadınlardır. Yəni ki, belə deyək, üstün bacarıqlara sahib olan cadugərlərdir. Və bu Pifiya orayla əlaqə qurub və Zevsin Herakla nə cür qismət yazdığını bilib ona Herakl adını vermişdi. Onun adı ondan əvvəl Alkid idi. Gerakl dünyaya gəldi. Ne baş verir bundan sonra? Bundan sonra birinci gündü də Gera, elə bilirsiniz, hər şey saxlayıb və Heraklın azad olmasına icazə verəcək. Yox, Gera qərara gəlir ki, Heraklın canını içəcək, dağıdacaq onu, məhv eləyəcək. Herakl, Gera dünya tanrıçasıdır. Yəni, nə deməkdir bu? Maddiyatdır. Maddiyat, bədənləşmiş maddi bir şeydir. Maddi istəklərdir, maddi dünyadır, torpaqdır. Torpaq bizi həmişə çəkir aşağı. Maddiyat bizi həmişə çəkir. Bizim ruhumuzu, bizim şuurumuzu diblərə çəkir. Yuxarılara qalxmağımıza imkan vermir maddiyat. Hera yer tanrıçasıdır, torpaq. Öyrənəndə ki, Herakl dünyaya gəlir və bələylənib belə qardaşı İfikıl'la bir yerdə uzanıb, o onu öldürmək üçün 2 ilan yolladı. Qaranlıq gecə idi. Valideynlər Alkmena və Amfitrion yatırdı. 2 ilan gəldi. Gözləri parıldayırdı ilanların. Yavaş-yavaş gəlirlər onun yanına və Heraklı bürüyüb başladılar onu aşağıdan belə bürüməyə ki, onu belə ilanlar da sındırıb öldürsünlər. Gerakl oyandı. Öz balaca körpə əlləri ilə, balaca bilirsiniz də körpənin necə əlləri olur, balaca. Hələ bu balaca körpədir. İkisini də belə tutdu və elə o tanrısal gücə sahibdir. Tanrının oğludur. Nə olsun ki körpədir. 2 dənə ilanı tutdu, ikisini də boğazını sındırdı. Heç bir saniyə ilanlar heç şey eləyə bilmədi. 2 ilanın başını sındırdı. Hristiyanlıqda ilan kimdir? İblisi təmsil edir. İlan həm də dəyişimi təmsil edir. Enerjilərin dəyişməsini təmsil edir. Burada isə parçalanmanı, 2 ilan, dikotomiya, parçalanma, diskursiv ağıl, iblisin 2 boynuzu bunu təmsil edir. Hər birinizin yanına Gera, siz körpə olanda bu 2 ilanı göndərir. Amma Gerakl neynədir? İkisini də vurdu, boğazını sındırdı başda. Yəni boğdu onlar. Amma hər birimizin yanına gəlir, balaca olanda belə gəldi, girdi bura, dır. Şərhlər, kommentariyalar verməyə başladı və biz artıq bu 2 ilan tərəfindən zəhərlənmişik. Bu simvolik bir dildir. Bu təbii ilan deyil. Necə ki Peyğəmbər deyir ki, qəbrin içində ilanlar olacaq, əqrəblər olacaq. Bu simvolik bir şeydir. Bu o demək deyil ki, orada əsl ilanlar, əqrəblər var. Alkmena qalxdı öz yerindən və hamı qışqırdı, qaçırdı ora-bura. Amfitrion da qaçdı, gəldi ora. Gördülər ki, balaca Herakl 2 ilanı boğdu. Onda o Tiresiya adlı uzaq görəni çağırdı yanına, peyğəmbərlik eləyən bir adamı çağırdı və soruşdu ki, bu balaca uşağın
Gələcəyi necə olacaq? Bu qədim zamanlarda, orta əsrlərdə bax belə uzaq görənlik etməyi bacaran insanları numerologiyada astroloqdur, numeroloqdur. Bunları çağırırdılar, əl izlərinə baxırdılar, xiromantiya və s. və insanın gələcəyini öyrənirdilər. İndi isə deyirlər ki, əşi hər birimiz azadıq, nə istəyirik eləyə bilərik. Sən öz gələcəyini qura bilərsən, sən kim istəyirsənsə ola bilərsən. Bu yanlış bir şeydir. Yəni bu yanlış bir düşüncədir. Başa düşdünüz? Sizin hər birinizin karmik tendensiyalarla yazılmış o yuxarı aləmlər dediyimiz yuxarı aləmlər sizin içinizdədir. Simvolik olaraq deyirəm yuxarı. Yuxarı aləmlər hamısı sizin içinizdədir. Bunu ağılla təsəvvür etməyə, qavramağa çalışmayın. Sadəcə bilin ki, bu belədir. Siz görürsünüz, məsələn, günəşi, düzdür? Da gedib günəşin içinə baxmırsınız ki, bu niyə belədir, düzdür? Eləmək lazım deyil. İşığı görürsünüz, bəsinizdir. İşıq varsa, deməli günəş də var. Daha gedib günəşi görməyə ehtiyac yoxdur. Ümid edirəm, zəkası olanlar mənim nə dediyimi başa düşürlər. Çünki çoxsu onsuz da zəkaya, minimal zəkaya da sahibdir. Neyse. Onda qoca uzaq görən dedi ki, Herakl çoxlu böyük işlər görəcək və ömrünün sonunda ölümsüz olacaq. Yəni o dövrlərdə insanlar sənin gələcəyini oxuya bilirdilər. Sən nə edəcəksən, nə işlər görəcəksən. İndi bunu heç kəs bacarmır. Çünki o qədim biliklər yoxa çıxıb. O qədim biliklərə heç kəs yiyələnmək istəmədi. Unutdular hamısı. Amfitrion ona yaxşı bir tərbiyə verdi. Qəhrəman tərbiyəsi. O Heraklın təhsilini də düşünürdü. Herakl oxumağı, yazmağı, mahnı oxumağı, kifarada ifa etməyi öyrəndi. Amma Herakl təbii ki, ox atmaqda, güləşdə, sonra qılınc oynatmaqda peşəkar idi. Amma belə Lino adlı bir musiqi müəllimi var idi. Hirslənirdi həmişə Herakla və onu cəzalandırırdı. Çünki Herakl musiqini anlaya bilmirdi. Yəni aydınlanmağa doğru gedən insan incəsənətdə ilişib qalmayacaq. Fəlsəfədə, yazarlıqda, poeziyada, musiqidə, texnologiyada, elmdə aydınlanmağa, ruhlanmağa doğru gedən insan bunlardan keçə bilər, bunlardan istifadə edə bilər, amma bunlarda qalmayacaq. Qəzəblənirdi və bir dəfə Lin, Arfeyin qardaşı Lin çox qəzəbləndi ki, Herakl dərsini oxuya bilmir, yəni musiqi dərsini. Və götürdü Heraklı vurdu. Sən gicsən, yəni başını işləmir. Herakl da əsəbləşdi. Kifaranı götürdü, bir dəfə Linin başına vurdu, bir dəfə əsəbləşdi Herakl, bir dəfə Linin başına vurdu, bir dəfə vurdu, Lin yıxıldı yerə, öldü. Yəni gücünü çox güclüydü, idarə eləyə bilmirdi və Lin öldü. Onda Heraklı məhkəməyə çağırdılar. O dedi ki, deyir axı ən ədalətli hakim deyil ki, səni kim vurdusa, sən də onu vurmalısan. Onda bu qərara görə Heraklı haqlı çıxartdılar və Amfitrion qorxdu ki, birdən oğlunun başına başqa pis işlər gələr və onu Kiferiona meşəli yer olan Kiferiona nə deyirlər buna, qoyun otarmağa göndərdi. Görürsünüz, müasir peyğəmbərlər də, müasir deyirəm, o dövrün peyğəmbərlər də qoyun otarırdı, çobanlıq eləyirdi, düzdür. Bu da Heraklı da göndərdi ki, çobanlıq eləsin. Oxşarlığı görürsünüz, yəni başa düşürsünüz ki, mən niyə görə Heraklı peyğəmbər deyirəm. O da çobanlıq eləyirdi çünki. Herakl Fiva şəhərinə gəldi. Böyüdü, güclü bir gənc insana çevrildi.
bir baş hamıdan yüksək, uzun boydu. Yəni demək olar ki 2 metr boyu var idi onun. Təbii ki gücü də bütün insanların gücündən artıq idi. Amma bu demək deyil ki, yəni o biri varlıqlar ondan zəif idi. Belə deyil. Təbii ki Kiferion şəhərində bildiyiniz kimi şiri öldürdü. Onun dərisini götürdü. Bunu bilirsiniz də, bu hekayələri bilirsiniz. Dərisini soydu, dərisini başladı plaş kimi çiyinlərinə qoydu, geyinməyə başladı. Yəni belə də başını bura qoydu, əllərini də buradan bağladı və arxadan belə atdı. Onu bilirsiniz ki, o şiri belə öldürmək olmurdu. Şiri gərək boğmalıydı. Bax, şir nəyin təmsilçisidir? Şir qürurun təmsilçisidir. İlk öncə qəzəbin, heyvaniliyin təmsilçisidir, düzdür? Sən öz içinə gedib bunları öz içində yenməlisən. Heyvaniliyi, aqressiyanı, qəzəbi, nifrəti, acığı, heyvani təbiəti öz içində yenməyi bacarmalısan. Qılıncı ona Hermes verdi, oxu Apollon verdi, Gefes də ona hədiyyə verdi, Afina da ona ən gözəl paltarı verdi. Yadımıza salaq ki, Zevs dedi Afinaya, dedi ki, baxarsana mənim oğlumun arxası üçün. Başa düşdünüz? Görürsünüz, Apollon bunu verdi, Hermes bunu verdi. Allah Taala da sizə beləcə köməklik edir. Bir müəllim gəlir, başqa birisi gəlir, sizə söz deyir, kimsə nəsə pıçıldayır, kimsə nəsə hədiyyə verir, kimsə kitab verir, kimsə telefon verir, onun vasitəsilə internetə girib ruhaniliyi haqqında öyrənirsiniz, başa düşürsünüz. Hər tərəfdən köməklər gəlir. Artıq Herakl böyüdü və Orxomen Ergin adlı krala da qalib gəldi. Döyüş zamanı Ergin adlı kralı qalib gəldi, onu öldürdü və Minyalı olan Orxomen şəhərinə böyük bir şey qoydu. Yəni ki, pul deməli oldular da, vergi qoydu. Fivi şəhərinə də bunu etmişdi. Ona görə Fivi şəhərinin kralı Kreont ona öz gözəl qızını Megaranı verdi. Və Heraklın 3 gözəl oğlu dünyaya gəldi. Megaradan. Yəni Heraklda mən nəyə xoşlayıram ki, o qadınlar dalıca qaçmırdı. Kimsə ona qadını tələb verirdi, nə bilim, bəyənirdi. Əsil kişi belə hərəkət eləməlidir. Əsil kişi qadınlara bağlı olmamalıdır, qadınların dalıca qaçmamalıdır, həyatı qadınlar üzərində qurulmamalıdır, qadınlardan asılı olmamalıdır, qadınlar üçün nəsə etməməlidir, qadınların diqqətini qazanmağa çalışmamalıdır, qadını həyatın mərkəzinə çevirməməlidir. Başa düşdünüz? Onun əsl məqsədi ilahi məqsəd olmalıdır. Əsil kişinin məqsədi ilahi məqsəd olmalıdır. Maddi aləmdə kimlərisə tabi elətdirmək, kiməsə nəsə demək, bu onluq deyil. Herakl kimi sən gərək özünə qalib gəlməyi bacarmalısan. Fivi şəhərində Herakl çox xoşbəxt idi. Amma Gera, yenə bu ifritə, ləçər Gera sakit durmurdu. Çünki maddi təbiət, iblis, ego sakit durmayacaq. Niyə icazə versin ki, sən gedib ölümsüz tanrıya çevriləsən, düzdür? Herakla dəhşətli bir xəstəlik göndərdi və burada cəhənnəm başlayır. Herakl ağlını itirdi və neynədi? Ən böyük günahı işlədi, ən böyük günahı. 3 balasını öldürdü, 3 oğlunu. Sizin oğullarınız var, düzdür, uşaqların var və s. 3 oğlunu, insanların oğlu olmur, amma Herakl 3 oğlunu sıxdı, gəbərtdi, 3'ünü də öldürdü. Və qardaşı İfiklın da uşaqlarını boğdu, öldürdü. Dəlilik, şizofreniya, başdan xarablıq, aqressiya, vəhşilik gəldi ona.
güc, iblis onu zəbt elədi. O da başını itirdi. Elə olanda təbii ki, məndə də elə olub. Sən kimisə vurub öldürmək istəyirsən, səbəbini də anlamırsan. Səbəb yoxdur. Vəhşi egoizm, dəlilik səni alıb özünə. Sən özünü idarə edə bilmirsən. Səni iblisani varlıqlar idarə edir. Bu çox pis bir şeydir. İndi siz deyə bilərsiniz ki, 3 dənə balasını, 3 oğlunu, qardaşının oğullarını öldürən necə ölümsüzə çevriləcək? İndi biz nəyin baş verdiyini sizinlə gələcəkdə görəcəyik. Herakl çox pis oldu. O tövbələr elədi. Dəfələrlə tövbələr elədi. Fivi şəhərini tərk elədi və Delfi şəhərinə getdi. Apollonun yanına. Dedi, Apollon, mən belə bir qələt eləmişəm. Dəli oldum da, dəlilik gəldi mənə. Amma halbuki burada başa salır ki, günah onda deyil də. Ona görə Allah Taala deyir ki, siz pis deyilsiniz. Sizin içindəki pislik pisdir, siz pis deyilsiniz. Onda değildi. Gera bu xəstəliyi ona göndərmişdi. Bu dəliliyi göndərmişdi ona. O günah onda değildi. Bunu başa salırlar sizə. Deyəndə ki, qınama, pisləmə, o belə deyil. Bunu başa salırlar ki, o özü belə deyil. O buna göndərilib, o gəlib. İblisani varlıqlardan söhbət gedir. Apollon ona dedi ki, ən pisi başlayır burada. Deyir, get, qayıt öz ölkənə, geriyə. Harda saxlamısan ha o zirzibili. Hardan ki qaçmısan ha. Həmin sənə pislik eləyən insanlardan, sənə pis baxanlardan, sənə zülm verənlərdən qaçmısan ha. Olmaq istəməmsən, demirsən ki, qorxuram, olmaq istəmirəm. Apollon dedi, qayıt ora, ölkənə qayıt. Bax, buradan qaçırsınız, gedirsinizə xariciyə. Qayıdın bura, qayıdın. Kimlərinsə yanından qaçdınızsa, qayıdın ora. Bax, orada sizin yolunuz başlayacaq. Neyse, dedik qayıd ora və Evrisfeyə xidmət elə. Biz də sizinlə bilirik ki, Evrisfey kimdir, düzdür? Hansı yuvanın itidir və necə dünyaya gəlib. Onun dünyaya gəlməsində Hera iş, yəni şeyliyib də tələsdirib onun dünyaya gəlməsini. Necə alçağın biridir. Ged onun yanına, o sənə 12 tapşırıq verəcək, onu da yerinə yedir. Burada Apollon kimdir? Apollon ustaddır. Sizin içinizdə olan ustad, böyük bir ustaddır. O sizə həqiqi yolu göstərir. Ki, həqiqi yol yalnız sənin içindən keçir. Herakl getdi Çirinfə. Aciz, qorxaq, eşşək, namussuz, şərəfsiz Evrisfeyin köləsinə çevrildi. Evrisfey ondan qorxurdu deyə heç şəhərə də buraxmırdı. Oradan deyirdi, tapşırığı verirdi, deyir, get, o Herakl çöldə dururdu, get ona denən ki, bu tapşırığı yerinə yetirsin. Görürsünüz, həmin bu şir söhbəti onda başlamışdı. Bu şirdən biz danışdıq ki, şir kimdir, necə birisidir, Nemey şiri. Ondan sonra bilirsiniz ki, bu Gidra adında bir varlıq var. O da kimdir? Ona orada köməklik elədilər də. Gidra kimdir? Bir başı çıxdı, o biri başı çıxdı. Bu kəstin, o çıxdı. Bu kəstin, o çıxdı. Bu kəstin, o çıxdı. Bu nəyin simvoludur? Bu sizin içinizdəki divlərin, iblislərin simvoludur. Sorğulama metodikasıdır. İblisani varlıqlardır. Birin başını kəsirsən, deyirsən, o da qutardı. Məsələn, mən yemək yeməyəcəm. Bugün məsələn, bugünlük yemək yeməyəcəm. Bir də görsən ki, 2 saat sonra yemək yedim. İblis buradan çıxdı. Xırt, başını kəssin, o birisi çıxdı. Onu da başını kəssin, bu birisi çıxdı. Bunu kəssin, onu kəssin. Başa düşürsən ki,
belə iş gelmir. Axırda ona köməklik elədi ki, bu zəhərli oxları onu şeyləsin, yandırsın. Bax, kəsdiyi başı kəsib ha. Bura vursun o oxu, ora yansın. Ora yananda başlar bitməyəcək. Yəni fərqindəliyiniz artanda, şuur səviyyəsi artanda, praktika edib, meditativ praktika edib artıranda səviyyə şuurunuzu, qol gücü, necə ki belə qaldırırsınız, məsələn 5 kilo, 10 kilo, 20 kilo belə. Bunu da öz içinizdə iş yaparanda artıq bunlar sizə maneəçilik törətmir. Bunlara qalib gələ bilirsiniz. Ona görə deyirlər ki, səbirlə meditativ praktika eləmək lazımdır. Bu iblislər gidra kimi hər tərəfdən çıxacaq. Nələr istəyirsiniz sizə deyəcəklər, hansı cümlələri istəyirsiniz, nəyi istəyirsiniz sizə çatdıracaqlar ki, ta ki sizi aldatsınlar. Üçüncü qəhrəmanlıq stinfaliyalı quşlar. Bu quşları da öldürdü, səhraya getdi. Hər bir ruhani axtarışçının həyatında səhrə baş verir. Yəni sən gəlirsən, görsən ki, bir şey qavraya bilmirsən, səndə heç şey alınmır, uğur əldə eləmirsən, məğlub olursan. Və bu belə də olmalıdır. Ruhani yolda sən birdən-birə uğur qazana bilməzsən. Burada uğur yoxdur. Burada məqsəd sənin özünü dərk eləməyindir. Özünü dərk eləmək uğur deyil, nailiyyət deyil, qazanc deyil, medal deyil. Birinci yerə gəlib çıxmırsan, şuur səviyyəsi artırırsan. Amma bu demək deyil ki, sən kimdənsə artıqsan, üstünsən. Başa düşdünüz? Müqayisə də olunması bir şey deyil bu. Ona görə hər bir axtaranın həyatında səyahət var. Səyahət də sizi səhraya gətirib çıxardır. Hər biriniz səhradan keçirsiniz. Heç nə alınmır, bir şey qavraya bilmirəm, bir şey başa düşmürəm. Belə məqamlardan keçirsiniz. Amma burada da qəhrəmanlıq eləmək lazımdır. Stinfaliyalı quşlar da hamısını vurur, öldürür, məhv eləyir. Halal olsun. Ondan sonra dördüncü qəhrəmanlıq. Kerineyalı maral. Artemida onu insanlara cəza olaraq yerə göndərdi. Bu maral gəlib bütün hər şeyi yeyirdi, sonra çıxır gedirdi. Bu da dedi ki, onu tut. Evrisfey dedi ki, Herakl onu tut və Mikena şəhərinə gətir. Çünki o çox gözəl idi. Onun buynuzlarından bir şey düzəldəcəkdim özünə. Bu maral heç vaxt yorulmurdu. Dayanmadan qaçırdı, dayanmadan. Herakl əlindən gələni eləyirdi. Dağlara qalxırdı, dərələrə, təpələrə, dağlara, dərələrə, təpələrə, dərələrə, təpələrə, dərələrə, təpələrə, dağlara qalxırdı və aylarla onun dalıca qaçırdı ki, onu tutsun. Siz burada 15 dəqiqə meditasiya eləyə bilmirsiniz. Yazıq Herakl aylarla maralın dalıca qaçırdı ki, onu tutsun. Axırda Yunanistandan çıxdı, getdi, Ukraynaya çıxdı maral. Təsəvvür edirsiniz, qaça-qaça. Bu da onun dalıca düşüb. Əvvəl-axır maral yorulanda o onu oxla vurdu və gətirdi Mikena şəhərinə. Amma oxla vuranda Artemida qəzəbləndi. Gəldi, dedi ki, Herakl, sən bilmirsən ki, bu mənim maralımdır. Sən niyə məni incidirsən belə? Sən bilirsən ki, mən bağışlamıram belə şeyləri. Yoxsa sən düşünürsən ki, sən bizlərdən birisən, küçük. Düşünürsən ki, bizlərdən birisən, bizim kimi tanrı ola bilərsən, bizə çata bilərsən. Artemida belə aşağılamağa çalışırdı Heraklı. Çünki onun maralını öldürdü. Herakl isə Artemidanın qabağında baş əydi. Çünki üstün şuur sizinlə qəzəbli də danışa bilər, aqressiv də danışa bilər. Sən başını aşağı əyirsən və deyirsən ki, məni bağışla, mən bilmirdim. Başa düşdünüz? Ustadlar bəzən, ustadlar olsun, üstün şuur Allah olsun, sizə qəzəb göstərir. Allahın qəzəbində çox böyük bir mərhəmət var. Biz bunu öz tupoy başımızla anlaya bilmirik. Deyir, məni günahlandırma. Mənə dedilər ki, bu işləri görüm də, yəni özün də bilirsən ki, Zevsin oğluyam. Öz iradəmlə bunu eləmirəm. Evrisfeyə xidmət etməliyəm, tanrılar özü bunu dedi.
Artemida da bunu başa düşdü və onun günahını bağışladı. Neyse, bu maralı gətirdi Evrisfeyə, Mikena şəhərinə. Ondan sonra Erimanf qabanı və kentavrlarla döyüş. 5-ci qəhrəmanlıq. Qabanı öldürməli idi Herakl. Bu qabandır, maral nədir? Bu sürətlə qaçan maral. Bu fikirdir, bu düşüncədir. Sizin içinizdə fikir sürətlə qaçır. Siz gərək meditativ praktik eləyəsiniz, yığasınız enerjini ki, onu tuta biləsiniz. İçinizdə baş verən bu fikir burulğanının, fikir təşvişinin fərqində ola biləsiniz. O maral kimi işıq sürəti ilə ora getdi, bura getdi. Və sizin diqqətiniz cəmlənməyib deyə, məşq elətdirməyibsiz deyə diqqətinizi, siz onun fərqinə varmırsınız. Bir dənə kommentariya gəldi, siz onun dalıcı qaçdınız. O biri kommentariya gəldi, onun dalıcı. O biri gəldi, onun dalıcı. Kommentariyalar, şərhlər yaranmazdan əvvəl siz gərək diqqətinizi məşq elətdirməlisiniz ki, görə biləsiniz ki, hansı düşüncə gəldi, necə gəldi, bu düşüncə hardan gəlir, onu seyr edə biləcəksiniz. O yavaşlayacaq, belə yavaş-yavaş gedəcək, yavaş-yavaş tutacaqsınız onu. Amma bu yoxdur deyə siz də bunu eləyə bilmirsiniz. Gələn gedən kommentariyalar asteroid kimi vururlar sizi hər tərəfdən, siz də yatırsınız, ora baxırsınız, bura baxırsınız. Yəni, nə baş verdiyinin fərqinə belə vara bilmirsiniz. Belə. Psofis şəhərinə getdi. İndiki Dunayın yaxınında yerləşir. Orada neysə bu öldürəcək onsuz da qabanı. Müdrik Kentavr Folanın yanına gəldi Herakl. Orada da onlar çaxır işlər. Digər kentavrlar da qəzəbləndi ki, sən Herakl kimdir ki, nə tuladı ki, sən onun üçün çaxır açırsan, hə? Kentavrlar əsəbləşdilər, gəldilər və Heraklı hücum elədilər. Herakl onlardan qorxmadı. O qalxdı ayağa və orada çoxlu sayda şeylər var idi, əşyalar var idi. Onların hamısını kentavrlara atmağa başladı. Kentavrlar qorxub qaçdılar. Herakl onların dalıca qaçdı. Kentavrlar Heraklın dostu Hironun evində gizləndilər. O da kentavr idi. Birdən-birə Herakl oxu atdı və Hironu öldürdü, yəni dostunu öldürdü. Onda çox qəzəbləndi, çox heyfsləndi, çox kədərləndi ki, dostuna, yəni təsadüfən dostuna dəydi və öldürdü onu. Yəni, bax beləcə Herakl öz dostunun ölümünə səbəb oldu. Bu da bədbəxt bir hadisədir. Yəni, siz nə qədər aydın olsanız da, nə qədər şey olsanız da, həyat elə mürəkkəbdir ki, siz səhvlərə də yol verəcəksiniz. Və yalnız səhvlər vasitəsilə bir şey qavramaq olur, təcrübələri yaşamaq olur. Determinizmdən asılı bir vəziyyətdəsiz. Ona görə ola bilər, aydın birisi olasınız, amma öz oğlunuzu da öldürəsiniz. Başa düşdünüz? Musa və Xızır söhbətindəki kimi. Qabanı tapdı əvvəl-axır Herakl və o qaçdı getdi, onu qarın içinə, qarlı yerə saldı, qar yerə. O qarda gəzə bilmədi qaban və orada onu vurub öldürdü. Axırda Evrisfeyin yanına gətirdi. Evrisfey də qorxurdu da, hər dəfə qorxurdu, ora-bura qaçırdı. Alçağın birisi idi onsuz da. Amma yəni belə oldu. Burada isə mən dedim öldürdü, əslində öldürmədi, onu diri-diri gətirdi. Neysə. Sonra 6-cı qəhrəmanlıq Avgiy. Bilirsiniz ki, Avgiyin şeyi var idi da, böyük tövləsi var idi, oranı təmizləmək lazım idi. Sizin hər birinizin içində burulğanlar var. Lung deyilən şeylərdir bunlar, lungi.
burulğanlar yaradır. Onlar da enerji çirklənməsini ortaya çıxardır. Bunları təmizləmək lazımdır. Burada tövlədir. Tövlə, avgi tövlələri. O da gəldi, neynədi? Çayı oradan hamısını çay verdi, sular gəldi, təmizlədi, düzdür. Bax, bu daxili təmizlənmədir. Yəni Herakl bu prosesdən keçirdi. Yəni Herakl təkcə qəhrəmanlıqları yerinə yetirmirdi. O həm də ora gedirdi, bura gedirdi, döyüşürdü, insanlara qalib gəlməyə çalışırdı. Müəyyən insanlara. Avginin düşmənlərinə də qalib gəldi. Pilosun kralı Neleyə də qalib gəldi. Neleyin 11 oğlunu öldürdü. Neley adlı kralın 11 oğlunu öldürdü. Herakl qisas da alırdı. İndi siz deyə bilər ki, bu peyğəmbərdir, bu nətər onun oğullarını öldürür, bunun başını kəsir, qisas alır. Bu nətər peyğəmbərdir? Bəs sizin inandığınız dinin peyğəmbəri heç kəsi öldürmürdümü? Qisas almırdımı? Düşünün bu haqda. Və həyatın dərk edilməzliyini fərqinə varın ki, həyatın özündə yaxşı pis deyə, universal aləmdə yaxşı pis deyə bir şey yoxdur. 7-ci qəhrəmanlıq Krit adasında baş vermişdi. Herakl Krit adasına yollandı. O dedi ki, Mikena şəhərində olan öküzü gətirməlisən. Nəysə, Minos Poseidon üçün qurban verməli idi. Bu öküzü qurban verməli idi. Amma öküz qəşəng idi deyə onu qurban vermədi. Onda Poseidon Minosa qəzəbləndi və o öküzə dəliliyi göndərdi. Öküz də bütün şeydə gəzirdi, dəliliyi eləyirdi də, ora başını vururdu, bura başını vururdu, insanlara xəsarət yetirirdi. Və Herakl bu öküzü gətirdi Evrisfeyin yanına. Yəni onu da belini, ayaqlarını bağladı, gətirdi Evrisfeyin yanına. Yəni içinizdəki bu heyvanlar var, öküz, bunlar sizin içinizdəki simvolik bir şeyi nəzərdə tutur da, görürsünüz. Nə də olsa bir yerdə də qəzəb, acıq, qıcıq deyilən şeylər var. Bunlar özünü biruzə verir. 8-ci qəhrəmanlıq Diyamedin atlarıdır. Frakiya şəhərinə yenidən yollanır. Onun atları olur, neysə. Atlara qalib gəlir. Admet. Herakl Admet'in yanındadır. Evripidin Alkest tragediyasından bu məqam götürülüb. Evripidin Alkest tragediyasından. Burada onun dostu olur. Bu gözəl bir yerdir. Dostu. O dostun yanına gəlir. Və dostu ona deyir ki, niyə kədərlisən də? Yeyib içirlər, amma görür dostudur. Deyir, niyə kədərlisən? Deyir, o da kraldır da. Deyir ki, mənim yoldaşım mənə aid dedi ki, bugün sən ölməlisən, ölüm tanrısı dalınca gələcək. Amma mənim yoldaşım dedi ki, yox, mən onun yerinə öləcəm və mənim yoldaşım bugün rəhmətə getdi. Ona görə də mən kədərliyəm. Onu aparacam mağaraya. Ölüm tanrısı da gəlib onun ruhunu aparacaq. Ona görə kədərliyəm. Alkestidadır bu qadının adı. Herakl dedi ki, narahat olma və getdi mağaraya. Mağaraya getdi. Girdi, orada gizləndi. Ölüm tanrısı gəldi. Ölüm. Hər birinizin içində siz ölümlə qarşılaşmalısınız. Ölüm tanrısı gəldi. Belə skelete oxşuyurdu, qanadları var idi. Herakl cumdu bunun üstünə. Amma təbii ki, o öz ayağı ilə, skelet ayağı ilə o Heraklın sinəsinə belə sıxdı. Onu sərdi yerə sıxdı belə.
və üstünü üfürdü üstünə. Ölüm qorxusu. Ölüm nəfəsi var ha. O üfürdü üstünə və hamımızda bu olanda biz birdən-birə belə əsməyə başlayırıq, titriyirik, dəli oluruq, ölürəm indi. Herakl bunu eləmədi. Herakl əksinə onun ayağını saldı. Çıxartdı altından, çıxdı altından. Ayağını saldı yerə, onun o skeletini götürdü, dirədi yerə və buraxmadı. Dedi, bax sən bu qadının ruhunu azad eləməsən, deyir, səni indi buradaca deyir, bütün deyir, sümüklərini səni sındıracaq. Yəni, ölümü qəbullananda, bax, belə bir şey baş verir sizdə. Siz ondan üstün olursunuz, ona qalib gəlirsiniz. Ölüm sizə bir şey eləyə bilmir. Herakl ona görə qəhrəmandır ki, ölüm nəfəsini üfürür onun üstünə, amma Herakl ondan qaçmır, qorxmur ondan. 9-cu qəhrəmanlıq. Nəysə, qaytarır yoldaşını və s. sağollaşırlar. 9-cu qəhrəmanlıq İpolit. Bunu da keçək. Herakl Lamedontun qızı Gesionanı xilas eləyir. Sonra 10-cu qəhrəmanlıq inəklərlə bağlıdır. Herakl Amazonkaların yanına gedir. Amazonkalar görür ki, bu kimdir belə, vuruşur, döyüşür. Sonra belə şeylər də baş verir. Kerber 11-ci qəhrəmanlıqdır. Yəni, bu qəhrəmanlıqlar barəsində oxuya bilərsiniz. Hesperidanın almalarıdır. Ante ilə mübarizə aparır və hər bir halda Herakl, yəni o dərinləməsinə getmirəm, çünki onsuz da bitirirəm kanalı, yəni onsuz da video heç kəsə maraqlı deyil, elə belə danışım. Deianira, Herakl və Deianira, Herakl və Evrit. Yəni bunlar da tragediyadan götürülmüş məqamlardır. Herakl Amfalanın yanında, Herakl Troya şəhərinə də gedir, Herakl nəhənglərlə də savaşır və Heraklın ölümü. İndi ölümünü, hanı bunun ölümü? Belə rəsmdə göstərim onu. Rəsmdə göstərim ki, siz onun necə öldüyünü baxın. Bax, bu rəsmdən görürsünüz. Bu Afinadır. Bax, burada Heraklı götürəcəyim. Herakl o vaxtlarda öz yoldaşını xilas eləyəndə, yeni yoldaşını, Kentavr onu cəzalandırır və aldadır. Onun yoldaşına deyir ki, bax, bunu zəhəri götürərsən, zəhər demir, deyir, müalicəvi bir şeydir. Götürərsən bunu, verərsən, o yoldaşın bədəninə sürtsün, onda paltarına sürtsün, onda xilas olacaq da. Herakl da döyüşə düşür, orada oğlunu yollayır evə, deyir ki, get anana xəbər ver. Anası da öyrənir ki, bunun yoldaşı başqa bir qadınla münasibətdədir. Yəni Herakl artıq başqa bir qadına fikir verir və bunu sürtür bunun şeyinə, paltarına. Herakl da gətirir, gəlir o paltarı geyinir, oğlu aparır paltarı yanına, onu geyinir və başa düşür ki, Herakl acı çəkməyə başlayır. O qədər şeylər eləyib, o qədər qəhrəmanlıqların hamısından keçib. Hətta o qadının yanında 3 il kölə də olmuşdu. Bir qadının yanında 3 il kölə oldu. 3 il bu qadın ona qadın paltarını geyindirdi. Qadın kimi o xəlçə toxuyurdu. Səbirli olmağı, qəbullanmağı, təvazökar olmağı da öyrənirdi Herakl. Yəni o boyda 2 metrlik o gücə sahib insan qaçmadı eşşədə. Qadın paltarını da geyindi, qadın kimi 3 ildir xəlçə toxuyurdu və buna tabi olurdu. Yenə də oradan çıxıb qəhrəmanlıqlar etməyə davam edirdi. Yəni belə bir gücə sahib birisi idi bu adam. Qadınlıq enerjisini də aşmışdı. Beləcə öz içindəki qadınlığı qəbul eləmişdi. Qadın transformasiyasından keçmişdi. O başdan xarab, narsist, psixopat qadınların transformasiyasından keçən kişilər əvvəl-axır yaxşı kişilərə çevrilir və həqiqi qadınların dəyərini bilməyə başlayır. Yoxsa ona qədər sən qadının gözəlliyinə, fiziki parametrlərinə fikir versən. Eyni şey də qadınlara aiddir. Çünki belə şeylərdən keçməyənə qədər sən kişinin puluna,
xarizmasına, içində duyduğun emosiyalara, onun fikir verirsən, onun üstün dəyərlərinə, o kişinin vicdanına filan şeylərə fikir vermirsən sən. Nəysə bu Herakl bax paltarı geyinib, belə eləyir, dərisi qopur, bilmir neynəsi. Artıq 40 neçəsə yaşı var, 47, 48, o boyda bədənə sahibdir, gücə sahibdir. Dərisi qopur, zəhərlənir, ölür, gəbərir. Deyir, tez bazar tonqal qalayın dağın başında. Deyir, ay oğul, at, oxu, yandır məni ki, mən ölüm, dözə bilmirəm. Dedi, yox, mən bacarmıram. Onda dedi ki, bax, bu qəhrəman eləsində, o biri qəhrəmanlar da var idi, o da atdı. Heraklın bədəni başladı yanmağa. Onda Herakl öldü. Cismani olaraq öldü. Afina Pallada gəldi öz şeyi ilə bir yerdə, faytonu ilə bir yerdə. Onun ruhunu götürdü və qaldırdı göylərə, şuur səviyyəsinə, Allah tanrısal məqama qaytardı. Alfa Omega'ya qaytardı onu. Birliyə, vəhdətə, vəhdətəl vücuda. Hər şey nə görürsünüzsə birdir. Ora qaytardı. Və Zevs Olimp dağında, darvazanın yanındaydı. Gördü, onun oğlu gəldi. Zevs çıxdı yanına. Zevs də ömrü boyu gah qartal kimi, gah quş kimi, gah da başqa bir canlı kimi hər zaman onu seyr eləyirdi. Onun qayğısına qalırdı. Ona tapmacalar verirdi, ipucular verirdi, köməklik eləyirdi ona. Gizlin Xızır kimi gizli yollarla yardım eləyirdi ona. Və Herakl gəldi, işıq saçılır belə, günəş çıxıb, günəş batır hətta. Zevs gəldi, onu qucaqladı belə, dedi ki, oğlum, axır ki sən evinə qayıtdın, axır ki. Deyir, bilirsən mən səni nə qədər gözləyirdim, o qədər gözləyirdim, o qədər sevinirəm ki sən geri qayıtmısan. Burada Yusif və Yaqubu yada salmaq olar. İsa Peyğəmbərin ata və itmiş oğul hekayəsini yada salmaq olar. Onu qucaqladı, dedi, oğlum, nə yaxşı sən qayıtmısan. Ömrü boyu mən səni görmək istəyirdim. İstəyirdim ki, qayıdasan. Bax, bura sənin vətənindir, bura sənin evindir, bura sənin doğma yurdundur. Sən axır ki, bizim yanımızdasan. Və Herakl ölümsüz oldu. Ölümsüz tanrıya çevrildi. Bax, bu danışdığım hekayə, bu mifik hekayə, həqiqi hekayə sizin haqqınızdadır. Siz də öz daxilinizə gedərək, bax, bu kanalda olan meditativ praktikadan istifadə edərək, öz içinizdəki zirvəyə qalxacaqsınız və ölümsüzlüyü dadacaqsınız ki, bax, bu elə bir şeydir ki, hər şey öləcək, amma bu ölməyəcək, bu əbədiyyən var olacaq. Bədən yox, şuur yox, ağıl yox, xarakteristika yox, zihin yox, ağıl, düşüncə yox, forma yox, atom yox, kvant yox, proton yox, formasız olan, heç nəyə bürünməyən, enerji belə olmayan, adı belə olmayan nəsilsə siz olsunuz və əbədi olacaqsınız. Zevs Herakla qucaqlayır, sevinir və darvazalar açılır. İndi Zevs deyir ki, bax, sən indi əbədi həyatı yaşayacaqsan, əbədiyyətə xoş gəlmisən oğlum. Eləcə də Allah Taala sizin hər birinizi gözləyir. Gözləyir ki, siz gələsiz, öz içinizdə onunla qovuşasınız, öz içinizdə o da sizi qucaqlasın və desin ki, nə yaxşı geri qayıtdın. Başa düşdünüz? Zevs Allahdır, siz isə Heraklsınız və içinizdə qovuşacaqsınız. Bu maddi aləm, bax o mistikaya, matritsaya, cadugərliyə, magiyadır da bu, əsaslanmış bir aləmdir. Bunlar hamısı magiyadır, riyaziyyatda elmdir, kvant fizikası magiyadır. Bunlar belə özünü biruzə verir, təcəlli verir özünü. Amma əsl siz içinizdəsiz. Bu qədər. Yoruldum danışmaqdan. Kanal onsuz da bağlanır. Vecimə də deyil, kim baxdı, baxmadı, necə baxdılar. Onsuz da xəstəyəm, mənə maraqlı deyil belə şeylər. Özümü narahat hiss eləyirəm və kanalda bağlanılır. Mənə baxanlara, şərh yazanlara təşəkkür edirəm. Qalanları
Allah köməyiniz olsun. Bu qədər. Yəni baxdınız, baxmadınız, artıq vecimə deyil. Yəni bu sizin üçün pisdir. Yalanlarda yatmağa, yalanlarda yaşamağa davam edin. Son videodan əvvəl bu video çəkildi. Sonuncu video 1-2 günə çıxacaq. Orada sadəcə sağollaşmadı. Mənə baxanlarla sağollaşma. Qalanları ümumiyyətlə vecimə də deyil, maraqlı da deyil mənə. Yəni nə istəyirsə onu da eləyin.